Deməli 4 aprel 2025-ci il Ağdam şəhərindəyik. Bu düz məscidin arxasıdır. Bax bu gül çiçəklər, bu ağac nə idisə. Bax Ağdamda bu küçə bax belə bu çiçəklərdən idi. Bax bu çiçəkli ağac nədirsə doluydu. Bax indi də həmin bu ağaclar qalıbdı. Deməli baxırsınız hər tərəf bu ağaçdandır, çiçək açıb. Şimdi düz mescidin arkasıdır. Vay da var, necə gözəl çiçəklərdir Allah. Xarabalığın içində, xarabalıq deməyə dilim gəlmir mənim Ağdama, mənim canımdır, ruhum da Ağdam. Gör nə gözəl tikintilər gedir. Elə bir xarabalığın içində çiçək. Nə tər boy verirsə, hər tərəfi də elə bir qoxusu da gəlir. Adama bir ruhun dindəldir. Elə bir ümid verir. Ağdam bax bu çiçəklər, bu ağacın çiçəkləri kimi çox qısa zamanda Ağdam boy atacaq, böyüyəcək, bax belə çiçək açacaq. Bax belə. Əbdi bax o Ağdam Dram Teatrı. Əbdülrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının o 3 tağı qalan, uçurulmuş və qalan 3 tağı. O da mescidimizin minarələri görükür. Duruşuna qurban olduğum məscidi. Bax buranı istədim çəkəm. Qoy görsün. Tanıyanlar, bilənlər bilsin ki, bu çiçək, bu ağac dar yerindədir, çiçək asan ağaçlar. Bu da Ağdamın yeni məhəlləsidir. Hansı ki 66 bina tikilir burada. Belə qızğın iş gedir. Maşallah, maşallah, maşallah. O da Xıdırlıdır. Damları ağaran evlər. Maşallah. Allah möhlət versin, sağ salamat gələn köçən bu yurdumuza. İnşallah, inşallah.